Değerli konaklar, hürmetli devlet resmileri, hürmetli diplomatik korpus nümayendeleri, aziz alimler, müəllimlər, tələbələr ve medya nümayendeleri. Sizi Hazar Üniversitesi Hasfet Baytarlık Təbabəti Fakültesinin yeni tedris binasının ve tedris klinikasının resmi açılış merasiminde salamlamaktan büyük şeref ve memnunluk duydum. Bugün burada yalnız yeni bir akademik mekanın açılışı için değil, Azerbaycan baytarlık təhsilinin inkişafında yeni bir mərhələnin başlangıcına şahitlik etmek için toplaşmışık. Bu alametler günde bizimle birlikte olduğunuz için her birinize teşekkür eder, tedbirimize hoş gelmişsiniz diyelim. Dear guests, esteemed government officials, honorable members of the diplomatic corps, respected scholars, school members, students, and media representatives, it's our great honor and pleasure to welcome you to the official opening ceremony of the new academic building and teaching clinic of Hazar University Hospital of Veterinary Medicine. Today we have gathered not only to inaugurate a new academic school, but also to celebrate the beginning of a new chapter in the advancement of veterinary education in Azerbaijan. We extend our gratitude to each of you for joining us on this remarkable occasion and warmly welcome you all to our event. Bugün burada olmak benim için sadece bir iştirak değil, kalbimde derin bir gurur ve sevinç hissidir. Türkiye'den gelmiş birinci kurs talebesi olarak Azerbaycan'da tahsil almak bana büyük ilham verir. Bugün burada hem yeni başlayan birinci kurs talebesi hem de artık mezuniyete yakınlaşan 5. kurs talebesi bir aradadır. Bu manzara her biriniz için çok değerlidir. Çünkü biz burada bilik yolunun başlangıcını ve son merhalesini aynı anda görürüz. Aslında bu bilginin nesilden nesle ötürülmesinin ve üniversite ruhunun devamlılığının en güzel ifadesidir. Being here today is not just about attending an event for me. It fills my heart with a deep sense of pride and joy. As a first-year student from Turkey, studying in Azerbaijan is a huge source of inspiration. Today, both first-year students just starting out and fifth-year students nearing graduation are here. This site is very valuable for all of us because we see both the beginning and the final stage of the path of knowledge at the same time. In fact, this is the most beautiful expression of how knowledge is passed down from generation to generation and how the university spirit lives on. And today, I have the honor of co-hosting this special event alongside my fifth-year colleague. Bugün eğitim, tahsil ve praktikanın bir araya geldiği hususi bir gündür. Baytarlık tababeti yalnız hayvan sağlamlığını değil, aynı zamanda insan sağlamlığını, gıda tehlikesizliğini ve cemiyet rifahını ihate eden strateji bir sahidir. Məhz bu bakımdan Hazar Üniversitesi Hasfet Baytarlık Təbabəti Fakültesi geleceğin baytar hekimlerinin hazırlanmasına hizmet edecek mühim bir akademik platforma gibi faaliyete başlıyor. Bu tarihi merasimi açık elan ederek. Today is a special occasion that brings together science, education, and professional practice. Veterinary medicine is a strategic discipline that contributes not only to animal health, but also to human health, food safety, and societal well-being. In this context, Hazar University Hasfet School of Veterinary Medicine begins its mission as an important academic platform dedicated to educating future veterinary professionals. We are delighted to officially declare this ceremony open. Əziz qonaqlar, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və gələcəyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutlə yad etməyə dəvət edirik. Dear guests, we invite you to honor the cherished memory of all our martyrs who sacrificed their lives for our country's independence, territorial integrity, and future with a 1-minute moment of silence. İndi isə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı səsləndiriləcəkdir. We now invite you to stand for the performance of the national anthem of the Republic of Azerbaijan, followed by the İstiklal Marşı of the Republic of Turkey.
1991-ci ildə təsis olunmuş Xəzər Universiteti ölkəmizin ilk ingilis dilli özəl universiteti olmaqla yanaşı, akademik azadlıq, müasir təhsil prinsipləri və beynəlxalq əməkdaşlıq mədəniyyətini formalaşdıran qabaqcıl ali təhsil müəssisələrindən biridir. Ötən illər ərzində universitet millərlə yüksək ixtisaslı mütəxəssis hazırlamış, ölkəmizin elmi, iqtisadi və sosial inkişafına mühüm töhfələr vermişdir. Universitetin strateji məqsədlərindən biri tətbiqi elmin inkişafını dəstəkləmək və əmək bazarının tələblərinə uyğun ixtisaslı insan kapitalı formalaşdırmaqdır. Hasfiyet Animal şirkətinin isə uzun illərdir Azərbaycan və regionda baytarlıq təbabəti sayəsində peşəkarlığın, innovasiyanın və müasir kliniki xidmətlərin inkişafında mühüm rol oynayan aparıcı təşkilatlardan biridir. Hörmətli qonaqlar, bugün rəsmi açılışını həyata keçirdiyimiz Xəzər Universiteti Hasfiyet Baytarlıq Təbabət Fakültəsinin yaranması iki mühüm tarixi mərhələyə əsaslanır. Birinci mərhələ 1 may 2025-ci il tarixində Xəzər Universiteti ilə Hasfiyet arasında imzalanmış strateji əməkdaşlıq müqaviləsi ilə başlamışdır. Bu əməkdaşlıq Azərbaycanda beynəlxalq standartlara uyğun müasir baytarlıq təhsil modelinin formalaşdırılması məqsədini daşıyaraq akademik biliklə peşəkar təcrübənin inteqrasiyasına zəmin yaratmışdır. İkinci mərhələ isə 7 iyul 2025-ci il tarixində Hasfiyet Beynəlxalq Heyvan Xəstəxanasının Xəzər Universitetinin tədris klinikası statusunu alması ilə reallaşmışdır. Bu addım tələbələrə real klinik mühitdə praktiki bacarıqların inkişafı və müasir baytarlıq təcrübəsinin mənimsənilməsi imkanı yaratmışdır. Bu iki strateji qərarın nəticəsi olaraq bugün açılışını etdiyimiz fakültə universitetin akademik vizyonu ilə Hasfiyetin peşəkar təcrübəsinin uğurlu sintezini əks etdirir. Founded in 1991, Xəzər University is not only the country's first English medium private university, but also one of the leading higher education institutions shaping academic freedom, modern educational principles, and a culture of international cooperation. Over the years, the university has educated thousands of highly qualified professionals and has made significant contributions to the scientific, economic, and social development of the country. One of the strategic goals of the university is to support development of applied science and to foster qualified human capital that meets the demands of the labor market. Hasfiyet has long been one of the leading organizations in Azerbaijan and the region, playing an important role in the advancement of professionalism, innovation, and modern clinical veterinary services. Distinguished guests, the establishment of Xəzər University Hasfiyet School of Veterinary Medicine, which we officially inaugurate today, is based on two key historical milestones. The first stage began on May 1st, 2025 with the signing of a strategic cooperation agreement between Xəzər University and Hasfiyet. This collaboration aimed to develop a modern veterinary education model in Azerbaijan in line with international standards, laying the foundation for the integration of academic knowledge and professional practice. The second stage was realized on July 7th, 2025, when the Hasfiyet International Animal Hospital was granted the status of Xəzər University Teaching Clinic. This step provided students with the opportunity to develop practical skills in a real clinical environment and to gain modern veterinary practices. As a result of these two strategic decisions, the school we are inaugurating today represents a successful synthesis of Xəzər University's academic vision and Hasfiyet's professional expertise. Hörmətli qonaqlar, ilk olaraq açılış nitqi üçün Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri Professor Hamlet İsaxanlı kürsüyə dəvət edirik. Distinguished guests, first to deliver the opening remarks, we invite the founder of Xəzər University and chairman of the board of directors and trustees, Professor Hamlet İsaxanlı. Xanımlar və bəylər, əziz həmkarlar, əziz dostlar, Azərbaycandan və Türkiyədən gələn dostlarımız, həmkarlarımız, xarici ölkələrdən gələn qonaqlar, tələbələr, müəllimlər, elm adamları, sənət adamları, xoş gördük hamınızı bu xoş gündə. Bizim dünyamız, yer kürəsi adlanan dünyamız çox da böyük deyil. Bir ucundan o bir ucuna bir günə getmək olur. Və bu dünyanın fiziki, kimyavi gözəl xassələri var, havası var, suyu var və bu da burada həyatın olmasını təmin edibdir. Həyat isə tək insanlardan ibarət deyil. Həyat həm də heyvanat aləmidir, həyat həm də bitki aləmidir və bunlar hamısı bir-birinə bağlıdır. Bitki aləmi olmasa, heyvanat aləmi olmasa insan aləmi də olmaz. Ona görə insan tək özünü qorumaq
inkişaf etdirməklə məşğul ola bilməz. O ətraf mühiti də qorumalıdır. Onların içərisində də heyvanat ədəbi çox böyük əhəmiyyət kəsb edir. Və bu baxımdan bu heyvanat aləminin qorunması, onun inkişafı, saxlanması, müalicəsi ilə məşğul olan elm baytarlıq təbabətidir. Və bu sahədə Azərbaycanın dünyanın hər yerində olduğu kimi Azərbaycanın da müəyyən təcrübəsi var. Əsasən Gəncədə bizim baytarlıq fakültəsi olubdur. Sonralar bölgələrdə bu daha çox ənənə olduğu üçün Naxçıvanda və Lənkəranda da yarandı. Və Bakı şəhərində baytarlıq fakültəsinin yaranması, baytarlıq klinikasının yaranması haqqında söhbətlər çox getdi. Xüsusən bizim xaricdən gələn mütəxəssislər, xaricdən gələn məzunlarımız bizlə görüşəndə deyirdilər ki, bu çox mühümdür, həddindən artıq və Xəzər Universiteti bu işlə məşğul olsa, yəqin ki, biraz da fərqli yanaşmalar olacaq. Bu da bizim ölkəmizdə bu sahənin inkişafına töhfə olacaq. Buna görə biz bu işə başladıq. Yavaş-yavaş, asta-asta, öyrənə-öyrənə, ehtiyatla və sonra biz anladıq ki, bu fakültə bir tibb fakültəsidir, bir təbabətdir, bu baytarlıq təbabətidir. Bu klinikasız, ciddi klinikasız burada nə təhsil ola bilər, nə bir fəaliyyət ola bilər, nə də cəmiyyətin inkişafına bir töhfə ola bilər. Ona görə biz Türkiyənin böyük və dünyanın da böyük bu sahədə şirkətlərindən, sənayesindən biri olan Hasvetlə əlaqə qurduq, onlarla görüşdük burada deyildiyi kimi və biz qərara gəldik ki, gücümüzü birləşdirək. Bu həm universitetin ciddi bir fakültəsi burada yaransın, inkişaf etsin, həm onun klinikası olsun və burada həm biz cəmiyyətə xidmət etməklə yanaşı elmi araşdırmalar aparaq və ölkəmizin, bölgənin, regionun güclü mərkəzlərindən birinə çevirilək və Hasvetlə biz bu işə burada deyildiyi kimi başladıq. Bu iş bir tərəfdən güclü sənaye və şirkət ilə universitet arasında ciddi bir işbirliyinə nümunə oldu. Bu sahədə Azərbaycanda müəyyən təcrübələr olsa da ən güclü mən düşünürəm ki, birinci ciddi addım məhz burada bizim Xəzər Universitetində atıldı bu sahədə. İkincisi isə bu iş həm də bir Azərbaycan-Türkiyə işbirliyi, qardaşlığının bir nümayişi oldu. Bu qardaşlıq var, amma qardaşlığın içində bir işbirliyi də olanda bu hər iki tərəfi inkişaf elətdirir, irəli götürür və bu baxımdan mən Hasvet şirkətinə Ayət bəyə təşəkkür etmək istəyirəm və mən ümid edirəm ki, sağlam əsası qoyulmuş bu fakültə, bu klinika, bu fəaliyyət genişlənəcək, irəli gedəcək və cəmiyyətimizə xidmət edəcək. Təşəkkür edirəm, xoş gəlmişsiniz. Thank you, respected Professor Hamid Sahanım. Növbəti çıxış üçün Xəzər Universitetinin rektoru, hörmətli doktor Razi İsayevanı kürsüyə dəvət edirik. For the next address, we are pleased to invite Dr. Razi Isayeva, rector of Xəzər University. Well, thank you very much. I will address it in English since we have extensive list of guests today from foreign universities, foreign countries as well. Embassies are here. At the same time, at Khazar we speak and study in multiple languages, so it makes us eligible to speak in this language at this event. Your Excellencies, my dear colleagues, rectors, representatives of companies and Azerbaijani government, students and my dear colleagues, I'm welcoming you everyone to this event, to the opening ceremony of Khazar University Hasvet Veterinary School. This is an official ceremony of opening of this school, and I would like to mention that we are not only opening the new educational venture, but at the same time we are opening a new scientific center, scientific excellence center, clinical service, and a big responsibility of Khazar University.
There are several indicators of this importance, showing importance of this Hasret Veterinary School. I would like to just mention a couple of them. According to the World Health Organization, more than 6 out of 10 known infections disease in people can spread from animals. 3 out of 4 new or emerging infection diseases in people come from animals. So these all statistics, they make utmost importance of this school and importance of this veterinary medicine, and importance also for important indicator for our country as well. Hasret School, as Hamlet Malim already mentioned, has been established in cooperation with Hasret Incorporation, and it brings together modern education, scientific research, clinical practice, and also practical training for students. So our students are learning theory and practice at the same time due to our international collaboration that Hasret Incorporation brings in. This is a milestone for Khazar University, as well as for Azerbaijan, and as well as for the veterinary education in Azerbaijan. So veterinary medicine today is not only animal treatment. It connects to human health, to food safety, to agriculture, public health, and environment, and also planetary health that combined under the umbrella of one health phenomenon known today in the world. So this center is we have big ambitions for this school, that it will become excellent center for the region, not only for Azerbaijan, combining altogether veterinary education, clinical service in the country, and not only, but serving greater region of South Caucasus. So I would like also to acknowledge that in order to be able to establish this school, as Hamlet Malim already mentioned, Hasret Incorporation and Khazar University team has worked for a 1-year period to make it possible. So I'm acknowledging everyone's contribution to this new venture. And I would like to mention a couple of people, especially Jamie Gardner, who's present here. Thank you very much for your contributions. And Aygün Gardner-Isayeva, who's not here for today. She is the head of Dünya Schools at one of the affiliated schools of Khazar University. She's been contributing to the development of this process as well. And I also would like to thank Hidayat Malim and his team, Tamer Hoca, for their enormous contribution to the development of this new venture. But I also would like to ask our students to engage deeply in these wonderful opportunities, wonderful clinical practice, and also these opportunities of Khazar University's extensive international and local cooperation for their studies and learning. Well, congratulations one more time, and very welcome to university. Thank you. Teşekkür ederim. Növbəti söz Hasret şirkətinin idarə heyətinin sədri cənab Hidayət Şimşəyə verilir. We now invite Mr. Hidayat Şimşek, Chairman of the Board of Hasret, to deliver his speech. Sayın Hazar Üniversitesi Mütevelli Heyet Başkanı Hocam, Sayın Hazar Üniversitesi Rektörüm, Firi Üniversitesi Rektörüm, Sayın Protokol üyeleri, değerli misafirlerimiz. Yaklaşık 1 yıl evvel Sayın Hamlet Sakanlı Hocam ile birlikte attığımız bir imza ile başlayan Veteriner Fakültesi kuruluş yolculuğunun önemli bir aşaması olan yerleşkemizin ve araştırma uygulama hastanemizin açılış törenine hepiniz hoş geldiniz, şeref verdiniz. Bu mutlu günü bizlerle birlikte paylaştığınız için sizlere çok teşekkür ediyor, saygı sevgilerimi sunuyorum. Değerli konuklar, yaptığımız bu törende aslında yıllar önce başlayan bir hayalin gerçekleşmesine ve Azerbaycan'da veteriner hekimliği, hayvancılık ve toplum sağlığı adına yeni bir dönemin başlangıcına hep birlikte tanıklık ediyoruz. Hasret olarak uzun yıllardır veteriner sağlık sektöründe edindiğimiz bilgi birikimimizi, tecrübemizi artık yalnızca sahada değil, eğitimde, bilimde ve toplumsal gelişmede de paylaşma sorumluluğunu üstleniyoruz. Açılışını yaptığımız Veteriner Fakültesi ve Uygulama Hastanesi, modern tıbbın gereklilikleriyle donatılmış bir eğitim merkezi olmasının ötesinde,
geleceğin veteriner hekimlerini sahada yetiştirecek, bilimle pratiği bir arada buluşturan önemli bir model olacaktır. Bu merkezde yalnızca teorik bilgi aktarımı değil, klinik simülasyonlardan görüntüleme sistemlerine, laboratuvarlardan operasyon alanlarına kadar en güncel teknolojik ekipmanlarla desteklenen uygulamalı bir eğitim sunmayı amaçlıyoruz. Çünkü biz biliyoruz ki bilgi ancak deneyimle pekişir, meslek ancak sahada gelişir. Öğrencilerimizin modern tıbbın tüm olanaklarını birebir deneyimlemesi, onları yalnızca mezun değil, mesleğe hazır birer bireyler, birer hekimler olarak yetiştirecektir. 5 yıl önce çalışma arkadaşlarımıza bir toplantımızda şunu söylemiştik. Artık bir veteriner fakültesi açmamız gerekiyor. Bu fakülteyi kurmamız gerekiyor. Ve bunun için de kendimize bir 5 yıllık zaman planı belirlemiştik. O günlerde bize çok şey söylendi. Veteriner hekimlik eğitiminin son derece maliyetli bir eğitim olduğu, büyük yatırımlar gerektirdiği, laboratuvarlar, klinikler, hastaneler, akademik kadrolar nedeniyle ekonomik açıdan geri dönüşünün sınırlı olduğunu birçok kişi ifade etti. Doğrusunu söylemek gerekirse bu söylenenler yanlış değildi. Hasvet yıllardır veteriner ilaçları, medikal ürünler, hastaneler, pet ürünleri ve sektörün farklı alanlarında faaliyet gösteriyor. Ancak bugün burada çok açık bir şekilde ifade etmek isterim ki Hazar Üniversitesi Hasvet Veteriner Fakültesi'nin amacı yeni bir iş alanı değildir. Peki nedir? Her sektörün kendisine borçlu olduğu bir gelecek vardır bizim düşüncemize göre. Biz veteriner hekimlikten çok şey kazandık. Çok şey tecrübe ettik. Dostluklar kazandık. Kurumlar inşa ettik. Hep birlikte büyüdük. Bunları kazanırken sektöre büyük hizmetlerde bulunduk. Ülkemizde hayvan sağlık hizmetlerinde modernizasyonu, hekimlikte ise çıtayı en yükseklere taşıdık. Ancak bir noktadan sonra kendimize şu soruyu sorduk. Veteriner hekimlik için, mesleğimiz için, bu kutsal mesleğimiz için ve ülkemiz için ve kardeş ülkemiz Azerbaycan için de daha fazla ne yapabiliriz, geleceğe ne bırakabiliriz? Bu soruya verilebilecek en üst düzey cevap bizim için bir veteriner fakültesi açmaktı. Biz inanıyoruz ki bir mesleğe yapılabilecek en büyük katkı o meslek için nitelikli insan yetiştirmektir. Bir hastane kurabilirsiniz, bir fabrika kurabilirsiniz, yeni ürünler geliştirebilirsiniz. Ancak geleceği şekillendiren şey bunlar olmayacak. Geleceği şekillendiren şey iyi yetişmiş insan kaynağı olacak. Bu nedenle sektörde oluşturduğumuz bilgi birikimini, deneyimi ve kurumsal kültürü gelecek nesillere aktarmanın en doğru yolunun bir veteriner fakültesi kurmak olduğunu inandık. Çünkü yaptığımız her işin merkezine bilimi koyduk. Bilim olmadan sürdürülebilir gelişme olmayacağına inandık. Bilim olmadan güçlü bir sektör olmayacağına inandık. Bu nedenle Hazar Üniversitesi Hasret Veteriner Fakültesi bizim için bilimsel ve toplumsal bir sorumluluk projesidir. Bu projenin en kıymetli parçalarından biri de Hazar Üniversitesi'dir. Uluslararası düzeyde tanınan akademik yapısı, bilimsel üretim gücü ve modern eğitim anlayışı, Hasvet'in saha tecrübesiyle birleşerek bölgesel ölçekte örnek gösterilebilecek bir eğitim modeli oluşturacaktır. Bu fakülte ve hastanenin Azerbaycan'a katkıları, Türkiye'ye katkıları büyük olacaktır. Bilgiyi ve teknolojiyi sahaya taşıyacak, öğrencilerimize modern tıbbın olanaklarını sunacak, hayvancılık sektörüne nitelikli iş gücü kazandıracak ve Azerbaycan'ı veteriner hekimliği alanında bölgesel bir cazibe merkezi haline getirecektir. Bu merkez sadece öğrencilerimize değil, Azerbaycan'a, Türkiye'ye, bölgeye ve dünyaya fayda sağlayacak bir bilim ve çözüm üssü olacaktır. Kurum olarak vizyonumuz, tek sağlık ilkesini önceleyen, ulusal gıda güvenliğinden hayvan refahına, sağlıklı toplumdan sürdürülebilir hayvancılığa kadar birçok alanda çözüm üreten, değişimin ve yenilikçiliğin öncüsü bir yüksek öğretim kurumu ve aynı zamanda uluslararası düzeyde bir araştırma merkezi olmaktır. Misyonumuz ise geleneksel eğitim kalıplarını aşarak öğrencilerimize modern teknoloji ve uygulama imkanları sunan, sektöre yön veren, etik değerleri önceleyen ve uluslararası işbirlikleriyle güçlenen bir akademik ekosistem yaratmaktır. Bugün burada açılışını yaptığımız bu yerleşke ve hastane, bu uzun yolculuğun ilk adımıdır
ve sadece bir başlangıçtır. Bizler bilimin olduğu yerde ilerlemenin, işbirliğinin olduğu yerde başarının, inancın olduğu yerde ise dönüşümün mümkün olduğuna inanıyoruz. Ve yıllardır bunu test ettik. Bu yolculukta emeği geçen tüm çalışma arkadaşlarıma, başta Hazar Üniversitesi'nin kurucusu Sayın Profesör Doktor Hamlet İsakanlı hocama, Sayın Rektörümüz Doktor Raziye İseyava hocama, Sayın Rektör Danışmanım Profesör Doktor Tamer Dodurga başta olmak üzere tüm akademik takımımıza, Hasvet Yönetim Kurulu'na, Hasvet'teki çalışma arkadaşlarımıza, Sağlık Hizmetleri Genel Müdürümüz, daha öncesinde 4 yıldır burada Hasvet International Animal Hospital işleten, artık Hazar Üniversitesi Hasvet Veteriner Fakültesi'nin Bakü'nün diğer bir tarafındaki hastanesi olan hastaneyi işleten, tüm sağlık hizmetlerini yöneten Sayın Veteriner Hekim Yunus Emre Büyükballı'ya, gerek hastanemizin açılışında, gerek üniversitemizin yerleşkemizin ve buranın açılışında yoğun gayret gösteren VETMİM Genel Müdürümüz Sayın Mustafa Şimşek'e, İlk günden beri, hastanemizin açılışından beri, ilk günden beri birlikte olduğumuz dekanımız Sayın Doktor Çiçek Aliyeva'ya ve fakültemiz akademisyenlerine, yoldaşlarımıza, paydaşlarımıza, bize inanan herkese ve özellikle de burada bizlerle olan, geleceğini bizlere emanet eden öğrenci arkadaşlarımıza çok teşekkür ediyorum. Hazar Üniversitesi Hasvet Veteriner Fakültesi ve Hayvan Hastanesi'nin Türkiye ve Azerbaycan halkına ve veteriner hekimlik mesleğine hayırlı olmasını diliyorum. Teşekkür ediyorum. Tekrardan hoş geldiniz diyorum. Teşekkür ederim. Thank you for your speech. İndi ise söz Varna Azad Üniversiteti Çernorizets Hrabar'ın rektörü Profesör Doktor Petar Hristova verilir. We now give the floor to Professor Dr. Petar Hristov, Rector of Varna Free University, Chernorizets, Hrabar. Уважаема госпожо ректор, уважаеми господин президент, уважаеми господин Шимшек, приятелю професор Додурга. Sayın Rektör, saygıdeğer misafirlerimiz, değerli hanımefendiler ve beyefendiler, Sayın Hidayet Şimşek ve kıymetli dostum Sayın Tamer Dodurga. Благодаря за отправената покана да присъствам на тази церемония по откриването на ветеринарния факултет ХАС-ВЕТ и клиниката по ветеринарна медицина към Хазарския университет. За мен това е висока чест. Hazar Üniversitesi Hasvet Veterinerlik Fakültesi Hastanesi'nin resmi açılış vesilesiyle sizlerle iştenlikten bulunmaktan dolayı büyük onur duyuyorum. Имам честта да отправя поздравления от името на академичната общност, преподавателите и студентите на Варненския свободен университет Черноризец Храбър, да ви пожелая успехи и на добър път. Varna Free Üniversitesi Çernorizets Hrabar adına fakültenin akademik yönetimine, öğretim üyelerine, öğrencilere ve tüm paydaşlarına gelecek çalışmalarında başarılar, önemli bilimsel kazanımlar ve mesleki başarılar diliyorum. Уверен съм, че ветеринарният факултет ХАСВЕТ и ветеринарната клиника ще се превърнат в средище за наука, образование и иновации, което много скоро ще получи не само местен, регионален, но и широк регионален обхват, като се надявам, че ще включи и България. Bu modern akademik ve klinik merkezin bilgi, yenilik ve uluslararası işbirliğinin seçkin bir merkezi haline gelmesini temenni ediyorum. Пожелавам ви много истински поводи за самочувствие и гордост, които работата в този нов център ще ви донесат. Açılışınız kutlu olsun, yolunuz açık olsun. Başarılar diliyorum. Още веднъж на добър час и успехи!
açık olsun. Tekrar teşekkürler. Başarılar. Təşəkkür edirik. Növbəti olaraq sözü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdürü, Respublikanın Baş Dövlət Baytarlığı müfəttişi cənab Qalib Əbdüləliyevə veririk. Next, we are pleased to invite Mr. Galip Abdulaliyev, Head of the Department of Animal Health and Biological Safety of the Food Safety Agency of the Republic of Azerbaijan and Chief State Veterinary Inspector of the Republic for his remarks. Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, bu yeni bir təşəbbüsün yaranması, klinikanın və Baytarlıq Fakültəsinin açılması və fəaliyyətə başlanılması həm Azərbaycan baytarlıq ictimaiyyəti, həm Türkiyənin baytarlıq ictimaiyyəti, bütün akademik mühit, həm də dünya baytarlıq sistemi üçün bir bayramdır. Mən bu bayram münasibətilə sizin hamınızı təbrik edirəm. Bu çox əlamətlər bir gündür. Buradan məndən əvvəl çıxış edən natiklər də qeyd edərlər. Baytarlıq sənəti təkcə heyvanın müalicə olunması deyil. Əgər baytarlıq sənəti olmasa, ictimaiyyət və ətraf mühitdə mövcud ola bilmir. Məndən əvvəl çıxış edənlər də xüsusən Raziyə xanım da, İsa xanım da qeyd edərlər. Bir neçə rəqəmləri mən də istəyirəm ki, siz diqqətinizə çatdırın. İnsanın yoluxduğu bütün infeksiyon xəstəliklərin 60% heyvan yaşayır. Son 30 ildə dünyada yaranmış ciddi epidemiyaların 75% heyvan yaşayır. Bioloji silah kimi istifadə oluna bilən patogenlərin 82% heyvan yaşayır. Təəssüflə qeyd edirik ki, dünyada hər il 60 min insan quduzluq xəstəliyini təkcə dünyasında yaşayır. Özdə o ölkələrdədir ki, xüsusən az sosial inkişafa malik olan, peşəkar mütəxəssislərlə təminatı aşağı olan, baytarlıq tədbirlərinin yerinə yetirməsinə çətinliklər olan ölkədir. Amma baytarlıq sənəti baytar mütəxəssisindən başlayır, baytar həkimindən başlayır. Mənim sadaladığım məsələlər praktik baytarlığa aid işlərdir. Ancaq baytarlıq bir sənətdir. Baytarlıqla işləmək üçün, heyvanı xəstəliklə müalicə eləmək üçün bunu mütəxəssis bacarmalıdır, əllə işləməyi bacarmalıdır. Necə ki, muzikant öz alətində ifa edir, baytar mütəxəssisi də öz alətini özür işlətməyi bacarmalıdır. Və bugünkü bizim nümunədə bir neçə xüsusiyyətə görə mən istəyirəm qeyd edeyim. Hesab edirəm ki, səhv eləmirəm. Klinikanın tədris müəssisəsi ilə birgə çalışmağı çox böyük bir yenilikdir. Və bu bizim ölkəmizdə və səhv eləmirəmsə regionumuzda bir ilkdir. Bu özünə nə verir? Vaxtlar var idi ki, baytarlıq təhsili almış adam 5-ci kursa çatandan sonra gedib harda işləyəcək onu bilir. Amma indi təhsil aldığı dövrdə, 1-ci kursda, 2-ci kursda və s. adam artıq klinik işlə məşğuldur, müalicə ilə məşğuldur, alətlə işləməyi görür, ictimaiyyətlə işləməyi görür, heyvanla davranmağı bacarır, heyvan sahibi ilə söhbət eləməyi bacarır. Bu çox böyük bir yenilikdir. İkinci bir tərəfdən hazırda dünyada çox böyük çağırışlar meydana gəlmişdir. Bu çağırışlardan biri indi vahid sağlamlıq çətiri altında birləşir. Bu ondan ibarətdir ki, ayrılıqda götürdükdə bitki aləmi, heyvanat aləmi, cəmiyyət və ətraf mühit sağlam ola bilməz. Xüsusən indiki iqlim dəyişikliyi dövründə bu çox kəskinliklə özünü biruzə verir. Yəni 10 il bundan qabaq, 20 il bundan qabaq tanıdığımız bir mikrob, virus şimdi özünü başqa cür aparır. Onun başqa sahibləri var. Köçəri quşlar dünyanın bir hissəsindən başqa hissəsinə xəstəlik törədicini daşıyanda əlverişli mühit yarandığı halda bizim ölkə kimi bir həftə 10 gün orada məskunlaşır və aborigen quşları yoluxdurur xəstəliyə, sonra da insanlar yoluxur. Bax, bunlar hamısı baytarlıq sisteminin qarşısında duran problemlər. Biz ümid edirik ki, Xəzər Universiteti, ASVET baytarlıq klinikası ilə birlikdə bunun öhdəsindən gələcək, yaxşı bir nümunə yaranacaq. Bizim digər universitetlərimizdə həm beynəlxalq əməkdaşlığın qurulmasında, həm klinik, profesional işlərin qurulmasında yeniliklər əldə edəcəkdir.
Mən qeyd edeyim ki, Xəzər Universitetinin məzunları artıq qida təhlükəsizliyi sistemində uğurla çalışırlar. Onlar bacarığına görə bu bacarıqlara aiddir həm peşəkar bacarıqlar, həm mütəxəssis keyfiyyətləri, həm ünsiyyət yaratmaq bacarıqları, həm məsuliyyətləri. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi və onun qurumlarının qapıları Xəzər Universitetinin məzunlarının üzərinə həmişə açıqdır. Mən bir daha sizə uğurlar arzulayıram. Bu açılış mərasimi münasibətilə sizi təbrik edirəm. Arzu edirəm ki, mən ikinci açılış mərasimində artıq iştirak edirəm və elə adət eləmişik ki, Xəzər Universitetindən məktub gəlirsə, mütləq hansısa bir yaxşı tədbirə dəvət olun. Arzu edirəm ki, bu cür davam edəsin. Çox sağ olun. Təşəkkür edirik. Thank you for your speech. İndi isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini cənab Elməddin Namazovu çıxış üçün kürsüyə dəvət edirik. We would now like to invite Mr. Elmeddin Namazov, Deputy Chairman of the Agrarian Services Agency, and deliver his speech. Çox hörmətli xanımlar və cənablar, dəyərli professor müəllim heyəti, tələbələr, baytarlar, hər birinizi bugünkü gündə görməkdən şadıq, məmnunuq. İlk öncə təbrik etmək istəyirəm bu günün üçün. Eyni zamanda günün başqa bir əlamatlar olmasından bağlı da bir əsas demək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamıyla kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafı, həm inkişafı eyni zamanda emal sahənin təkmilləşdirilməsindən bağlı dövlət proqramı təsdiq edilmişdir 2026-30-cu ildə. Və bu proqram çərçivəsində ciddi hədəflər qoyulmuşdur. Həm burada heyvanların inkişafından bağlı, bitkisel sektorun inkişafından bağlı. Hesab edirəm, bu əlamətlər gün üstə düşməsi çox vacibdir. Çünki həmin bu klinika və baytarlıq sahəsinin inkişafına təsir edəcək bu sahə baytarlıq mütəxəssisinin yetişdirilməsinə və gələcəkdə bu sahənin inkişafına, dayanıqlı inkişafının öz töhfəsini verilmiş olacaqdır. Və ən əlamətlər olan hissə bundan ibarətdir ki, Hasbəttin də nümayəndəsi qeyd etdiyi kimi, bəli, biz bu tip təhsil müəssisələrinin genişləndirilməsində, kadr potensialının hazırlanmasından gələcəyimizi qurur, gələcək təhlükəsizliyimizi təmin edir. Biz məndən əvvəl çıxışlayan naliklərin də qeyd etdiyi kimi, baytarlıq sahəsi, baytarlar cəmiyyəti qurulur, baytarlar gələcəyimizi qurur. Ona görə bu sahənin həm sevilməsi, bu sahənin qorunması və bu sahənin hər gün inkişaf etdirilməsi vacib və prioritet olunur. Və nəzərə alsaq ki, bu sahə praktiki olaraq hər gün, yəni tələbə həm nəzəri, həm praktiki dərsləri keçməlidir ki, sahədə daha etibarlı tədbirlər, daha etibarlı xidmətlər göstərsin. Bunun üçün də bu tip klinikaların yaradılması çox vacibdir. Və fürsətdən istifadə edib digər qonaqlara da bildirmək istəyirəm ki, bu yaxında bizim Xəzər Universiteti ilə Aqrar Xidmətlər Agentliyinə bir memorandum bağlandı. Memorandumda əsas fəaliyyət istiqamətləri ondan ibarət ki, burada təhsil alan tələbələrin Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyətinə daxil olan heyvan sağlamlığının təmin edilməsi istiqamətində birgə əməkdaşlıq etmək. Tələbələrin nəzəri və praktiki biliklərinin sahədə təkmilləşdirilməsi, inkişaf etməsinə töhfə verməkdən ibarət. Sonrası artıq təhsilini yaxşı başa vurmuş gənclərin işinə təmin edilməsinə dəstək verməkdən ibarətdir. Mən buradan bir daha üzümlü tələbələrə tutub demək istəyirəm ki, bu vacib və ölkə üçün dəyərli olan bir sahədə daimi olaraq biliklərini genişləndirsinlər. Yəni, hər gün biliklər artır, genişlənir. Yəni, dünya dəyişir, Hamlet mənim vuruladığı kimi dünya kiçikdir, amma hər gün dəyişir. Yeniliklər hər gün gəlir, həm istehsala, sahəyə, biliyə, elmə və elmdə olan nəzəri biliklərini praktikada tətbiq etmədən sahəyə çıxıb işlər görmək də bu hər zaman risklidir. Ona görə çox sevindirici haldır ki, artıq bu tip klinikalar formalaşır və həm laboratoriyası var, həm də praktiki məşqlərə keçmək üçün imkanlar genişdir. Burada demək olar ki, bütün müasir tələblərə cavab verən laboratoriyaya təhsil edilmişdir. Biz hesab edirik ki, bu tip təşəbbüslər, bu tip klinikaların açılması əvvəl də vurladığım kimi kadr potensialının gücləndirilməsində və dayanıqlı təhsil sisteminin qurulmasında vacib hesab edilir və bu öz töhfəsini verəcəkdir. Bir daha hər birinizi təbrik etmək istəyirəm bu gün münasibətilə və əməyi keçən və indən sonra burada çalışacaq hər bir müəllim, professor heyətinə bir daha təşəkkür etmək istəyirəm. Gənclərə uğurlar arzu etmək istəyirəm. Bizim də xidmətlər agentliyi hər zaman qapımız gənclərə açıqdır, professor müəllim heyətinə açıqdır. Təcrübə mübadiləsi aparmağa, fikir mübadiləsi aparmağa və sahədə birgə işləməyə hər zaman hazırdır. Uğurlar arzu edirəm. Sağ olun. Təşəkkür ediyorum. İndi isə son olaraq sözü Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi cənab Əminağa Sadıqoğlu verir. Hörmətli Hamlet müəllim, hörmətli Raziyə xanım, sayın İdarə Şimşək
mən sizin burada iştirak edən bütün müəllimləri, tələbələri, Xəzər Universitetinin böyük kollektivini və qonaqlarımızı bu möhtəşəm törən münasibəti ilə ürəkdən təbrik edirəm. Bizim Elm və Təhsil Nazirliyi artıq öyrəncəli olub ki, Xəzər Universiteti hər rübdə də olmasa, hər yarım ildə, hər il bir uğurlu layihə ortaya qoyur və bundan Elm və Təhsil Camiəsini və eyni zamanda Elm və Təhsil Nazirliyini sevindirir. Xəzər Universiteti bu layihəyə imza atmaqla, yəni Baytarlıq Fakültəsini təsis etməklə və bu fakültə, bu universitet nəzdində klinika ilə əməkdaşlıq qurmaqla nəinki təkcə Xəzər Universitetinin inkişafına bir töhfə vermiş olur, eyni zamanda Azərbaycanda digər ali təhsil müəssisələrinin də belə bir nümunədən faydalanmasına şərait zəmin yaradır və müasir dünyada universitetlərin məzunlarının təkcə nəzəri biliklərlə deyil, eyni zamanda praktiki bacarıqlarla silahlanması, sonradan onların əmək bazarında özlərinə uğurlu karyera qurmasına səbəb olur və bu baxımdan bu fakültənin məhz belə bir tandemdə qurulması öz nəticələrini göstərəcəkdir. Əlbəttə, məndən əvvəl çıxış edənlərin hamısı bu layihənin həm əsas konsepsiyasından, gələcəyə istiqamətlənmiş hədəflərindən və eyni zamanda bunun mahiyyətindən kifayət qədər aydın və populyar şəkildə dedilər. Xüsusilə Hamlet müəllimin giriş sözündə bunun həm yaranma səbəbləri, həm də gələcək üçün, bütövlükdə cəmiyyət üçün, planet üçün faydalarından bəhs elədi. Mən də o fikirlərə qoşulub demək istəyirəm ki, baytarlıq təkcə bizim hörmətli dövlət rəsmisinin də deməyindən təkcə heyvanların sağlamlığına, bu bütövlükdə canlı orqanizmlərinin, canlı ekosistemin sağlamlığına, inkişafına yönəlmiş bir sahədir. Mən çox istəyərdim ki, bu günkü tədbir barədə cəmiyyətimizin hər bir üzvü məlumat əldə eləsin. Bizim məktəblilərimiz, şagirdlərimiz və xüsusilə abituriyentlərimiz bugünkü tədbirdən və bu fakültənin yaranmasından məlumatlı olsunlar və buraya üstünlük versinlər və heç kəsə sir deyil ki, uzun müddət kənd təsərrüfatı ilə bağlı çox vacib ixtisaslar, baytarlıq, zootexnika, aqronomluq və digər sahələr o qədər də təşviq olunmurdu və bizim gənclərimiz bu sahələrə maraq göstərmirdilər. Halbuki bunlar həm ölkəmizin iqtisadiyyatı üçün və həm də bütövlükdə dünya elmi üçün son dərəcə vacib olan bir sahədir. Və təkcə COVID-19 cəmiyyət üçün böyük bir imtihan idi. Və o öz-özlüyündə göstərdi ki, nə böyük zəlzələlər, nə sellər və digər təbii fəlakətlərin heç biri cəmiyyəti bax bu cür belə epidemiya qədər sarsıtmamışdır. Bu bir daha bütün elm və təhsil sahəsində çalışan və müvafiq dövlət qurumlarında çalışan insanlar üçün böyük bir mesaj idi, böyük bir eyni zamanda bizim ölkəmizin Elm və Təhsil Nazirliyi üçün biz də öz tərəfimizdən bu cür layihələri hesab edirəm ki, bundan sonra da həm Xəzər Universitetinə, həm də digər ali təhsil müəssisələrinə, elmi müəssisələrə kənd təsərrüfatı sahəsi ilə bağlı ixtisasların inkişaf etdirilməsi öz təşkilatı dəstəyini verəcəkdir. Mən çox əminəm ki, bu layihə təkcə formal bir təşkilati bir şey olmayacaq. Xəzər Universiteti öz ənənələrinə sadiq qalaraq bunun məzmununu da yenə də bütün innovativ alətlərdən istifadə edərək buradakı təhsilin də məzmununu ən müasir standartlara uyğun quracaqdır və müasir dünyada xəstəliklərin, istər insanların, istər heyvanların, istər digər canlıların və bitki aləmindəki xəstəliklərin süni intellekt metodları ilə, rəqəmsal texnologiyalarla izlənməsi, identifikasiyası son dərəcə və vacib bir
istiqamətdir və hesab edirəm ki, bizim burada təhsil alan tələbələrimiz bu biliklərə, bu sahədə yiyələnəcəklər, ən müasir biliklərə yiyələnəcəklər. Və mən nəhayət bir daha onu da qeyd eləmək istəyirəm ki, Xəzər Universiteti təkcə ali təhsilli mütəxəssislər yetişdirib, xüsusi əmək bazarında yüksək uğurla fəaliyyət göstərən mütəxəssislər yetişdirmir. Xəzər Universiteti mənim müşahidələrim, artıq uzun müddətli müşahidələrim göstərir ki, eyni zamanda elm və təhsil sahəsində uğurla fəaliyyət göstərən həm müəllimlər üçün, professorlar üçün, inzibati təşkilat üçün də yaxşı bir məktəbdir. Xəzər Universitetində bir neçə il çalışan müəllim və yaxud bir inzibatçı sonradan uğurla həm dövlət orqanlarında, həm universitetlərdə, həm elmi müəssisələrdə çox böyük uğurla fəaliyyət göstərirlər. Onlar üçün də əmək bazarında onlara da bir böyük bir tələbat vardır. Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin Canlı Sistemlər İnstitutu fəaliyyət göstərir və yəqin ki, o da təsadüfi deyildir ki, həmin institutun uzun axtarışlardan sonra həmin institutda da rəhbər Xəzər Universitetinin sabiq rektoru İradə xanım Xəlilova təyin edilmişdir və mən əminəm ki, Xəzər Universitetinin bu fakültəsi Elm və Təhsil Nazirliyinin Canlı Sistemlər İnstitutu ilə də sıx əlaqələr quracaq və elmi tədqiqatlar aparacaqlar. Mən bir daha Xəzər Universitetinə, bu fakültəyə və onun nəzdində fəaliyyət göstərən klinikaya uğurlar arzulayıram. Hamınızı bir daha təbrik edirəm. Çox sağ olun. Təşəkkür edirik. Hörmətli qonaqlar, indi isə fakültəmizin akademik nailiyyətlərini qeyd etmək məqsədi ilə təltif etmə mərasimini başlayırıq. Mükafat və fəxri fərmanların təqdim olunması üçün Hasvet Baytarlıq Təbabəti Fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru Çiçək Əliyevanın səhnəyə dəvət edirik. Dear distinguished guests, we will now commence the award ceremony dedicated to recognizing and celebrating the outstanding academic achievements of our faculty and its students. To present the awards and certificates, we kindly invite Dr. Çiçək Əliyeva and the Dean of the Hasvet School of Veterinary Medicine to the stage. 2025-2026-cı tədris ili üzrə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək fakültəmizə qəbul olunmuş tələbəmiz Ülviyə Hümbətli 538 bal səhnəyə dəvət edirik. We now invite our first year student who achieved the highest admission scores and were admitted to our faculty for the 2025 and 2026 academic year. Ülviyə Hümbətli 538 points and Nihat Kiçibəyev 490 points. İndi isə akademik göstəricilərinə və fəal tələbə həyatına görə fakültə dekanının fəxri fərmanı ilə təltif olunan tələbələrimizi səhnəyə dəvət edirik. Sara Abışova, Səfiyyə Teymurova, Nuray Ağazadə, Xəyalə Paşayeva və Elnur Sultəliyev. Tələbələrimizi ürəkdən təbrik edir, onların gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq. Hörmətli qonaqlar, rəsmi proqramımızın yekununda Xəzər Universiteti, Hasvet Baytarlıq Təbabəti Fakültəsinin və Tədris Klinikasının rəsmi açılışını simbolize edən lent kəsmə mərasimini keçirik. Bu münasibətlə hörmətli protokol üzvlərimizi lent kəsmə mərasimi üçün ön hissəyə dəvət edirik. Dear distinguished guests, as we conclude the official part of the program, we now proceed
to the ribbon cutting ceremony symbolizing the official opening of the Hazar University Hasvet School of Veterinary Medicine and its teaching clinic. On this occasion, we kindly invite our distinguished protocol members to the front for the ribbon cutting ceremony. Buraya doğru çeksek çok yardım eder. Yine buranın çok Tədbirimizin növbəti hissəsində qonaqlarımız müazzəz alınacaqdır olunacaqlar. Burada Xəzər Universiteti Hasvet Baytarlıq Təbabəti Fakültəsi ilə Bolqarıstanın Varna Azad Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalama mərasimi başlayacaqdır. Memorandumun imzalanmasından sonra qonaqlarımız fakültə binası, tədris klinikası və laboratoriyalarla yaxından tanış olmaq imkanı əldə edəcəklər. Tədbirimiz Azərbaycan mədəniyyətini və milli dəyərlərini əks etdirən musiqili bədii proqramla davam edəcəkdir. Diqqətinizə görə təşəkkür edir, hər birinizə xoş və unudulmaz anlar arzulayır. Çox sağ olun. The next part of our program will continue in the lecture hall, where the signing ceremony of the Memorandum of Understanding between the Hazar University Hasvet School of Veterinary Medicine and Varna Free University in Bulgaria will take place. Following the signing ceremony, our guests will be invited to tour to the faculty building, teaching clinic and laboratories. The event will then continue with a cultural and musical program reflecting the rich traditions and values of Azerbaijan. Thank you for your participation and support. We wish you a pleasant and memorable day. Yönetim kurulu başkanı.